Gəlib qabağında bir nənə dayanacaq, respublikasını çırpacaq. Yoxdur mədəniyyət bu cavanlarda. O qocalar var, o gəlib yer gözləyən, mədəniyyət gözləyən. Marketdə sıraya girsin, bir dənə mənə yol ver, itəliyət bir dənə mənə yol ver. Dəyər var idi, o dəyər sanki aradan çıxır. Soyuqlaşırıq. İşte bu dəyəri də aradan qaldıran da böyüklərdir də. Sənin dövründə belə olub deyəndə də elə olmalı deyil. Yəni belə bir məcburiyyət yoxdur, zaman dəyişir yəni. Sanki insanları sürətə örgəşdirirlər. Amma niyəsə görə biz sosial şəbəkədə daha çox vaxt itiririk. Baxmayaraq ki, o daha sürətlidir. Ya küçədə öz üçün dayanan heyvan belə vurub keçirlər də. Bakıda adam çoxdur. Rayondan gələnlər də sıra olmasa da mədəniyyət var da. Narahat olmayın, hər şey 50 olacaq, 50 də olub eləmir. 7 dəqiqə biz elə də metro gözləyirik. Bunda nə edək? Çinlilərdə məsəl üçün böyüklər üçün soska icad olunub. Soskadan istifadə edərək stressdən uzaq olurlar deyilənə görə. Salam əziz və dəyərli izləyicilərimiz. Bugün iki mikrofonun təqdimatında hava proqramısı. Müjgan elə belə hava demədi. Biz tərəflərdə havalar çox soyuqdur. Səid tərəfdədir. Səid tərəfdədir. Biz tərəfdə də yaydır. Tərəfdə də yaydır. Bu niyə belə Səid olub? danış görüyor o tərəflərdə hava necədir. Biz tərəfdə Siz istidir. qoşuldun, 2 dəqiqə sonra qoşuldun. Məndə zadeşka var. Televiziya dilində desək. Mən tərəfdə istidir. Niyə görə istidir? Çünki Sən tələsirdin hə? hə biz tərəfdə soyumuz. tələskənliyə meylliyik biraz. Ümumiyyətlə fikir versən, doğulandan ta ki qəbr evinə kimi hamı hərəsə tələsir. Amma tələsdiyimiz yer haradır, onu heç kəs bilmir. Məsələ bizən nədir əslində? Hara ki tələsirik ya, o yerə də gedib gec çıxırıq. Bugün də bura tələsdin, gec gəldim. Mən tələsmədim. Ona görə rahat kimsə gözləməli olmadım. Əslində başqa bir şey axtarırdıq tələsə. Sonda biləcəksiniz. Sonda biləcəksiniz. Axı verməyin videonu, oturun bax. Niyə görə biz onu elədik? Bizdə ümumiyyətlə sıra problemi var, sıra mədəniyyəti problemi var. Bizdə ümumiyyətlə mədəniyyət var ki, sıra mədəniyyəti də olsun. Oradan başlayırıq. Niyə yoxdur? Niyə? Qəşəng sualdır, öyrətmirlər də. Doğulandan görməyəndən sonra bu uşaq böyüyəndə hardan kimdən nə görəcək, nə götürəcək. Tələsməsək amma olmur. Belə də olmur, belə də olmur. Rastlaşmısan sıra mədəniyyəti ilə? O, hər gün. Necə pozurlar sənin sıranı? Kimdir o mədəniyyətsiz? Metro, ən birinci. Metro, market. Çoxsu metrodadır. Tam okey, yəni. Sən də tələsirsən, girməlisən o vaqona, çünki vaqonda bir vaxtı var, o da tez tərpənir. Amma bir mədəniyyət olsa bizdə də, Yaponlardakı kimi bizdə də formalaşsa, bunlar ən azından bir sıra ilə düşsələr, digərləri də rahat girəcəkdir. Bu düşən yerdən bu buradan girir, bu buradan. Ən absurdu da bilsən nədir? Məsələn, bir Dərnəgülə gedənlər var, bir də Həziyə gedəndə. Bu Dərnəgülə gedən qabaqda dayanıbdır, Həzidir, yol vermir buna minsin. Çəkil qırağa, gözlə qoy bir minən minsin, düşən düşsün. Bunu dərk eləmək bu qədər çətindir. Telefonlar. Studiyamıza zəng var. Lütfən. Bax, metro dedin, bir oğlanın paylaşımı qabağıma çıxmışdı. O maşinistlə əlaqə saxladı ki, xahiş eləyirəm, indi mən xahiş eləyirəm deyirəm, o başqa söz idi. Ki, anons verin ki, cavan nəslin nümayəndələri durub cəhənnəm olsunlar, yaşlı insanlar otursunlar. Niyə? Çünki yaşlıdırlar da. Məsələn, cavan özünün müvazinatını qoruya bilir. Yaşlı ona eləyə bilmir. Yox, qoruya bilmir. Qaldırma yolu göstərir. Korsetlə gəzirəm, bax, qoruya bilmirəm, sümük yoxdur. Və ya tamam, başa düşürəm, yaşlı, hörmət falan filan, bu öz yerində. Amma belə bir şey də var ki, misal üçün, yaşlı çıxıb prosto evindən, harasa marketə gedir, niyə burada indirim var deyənə çıxıb gedəcək o tərəfdəki marketə. Buna görə metroya minibdir. Və bu cavan da ki, gecədən səhərə qədər simində qalıb işləyib, onun taqəti yoxdur ayaqüstə qalmağa. Onda oturma haqqı var da. Yəni, sən qocasan deyənə bu yer səndəyək, sən də 60 qəpik versən, mən də. Mən niyə oturmayacam, sən oturacaqsan. Amma biz indi belə düşünürük, bəlkə də o yaşa gəlib çatanda biz də istəyəcəyik yer versinlər. Bizə də istəyəcəyik yer versinlər. Yox, mən hələ də istəmirəm ki, yer versə, onda da oturmur, normaldır. Gəlib qabağında bir nənə dayanacaq, respublikasını çırpacaq. Yoxdur mədəniyyət bu cavanlarda. Amma
O qocalar var, o gəlib yer gözləyən, mədəniyyət gözləyən. Marketdə sıraya girsin, bir dənə mənə yol ver, itəliyət elə, bir dənə mənə yol ver. Keçir, niyə də dayan da öz sıramda. Ya sən mədəniyyət gözləyirsənsə, birinci o mədəniyyəti özün göstərməlisən. Göstərməyəndən sonra nə gözləyirsən? Haqlı deyilmi? Bilirsən nə görə? Çünki podkast oldu. Çünki adam görür ki, ona yer vermirlər. Məcburdur ki, hayşüvən salsın ki, bəlkə də ayılalar ki, özündən böyük bir adam var, oturmalıdır. O özündən böyüklər demişə düz olmur da. Nasıl ki özündən böyükdür, nə olsun? Bəyəm cavanlar düzdür ki? O da düz deyil, bu da düz deyil. Yəni hər ikisində də 50-50 var da. Hər yanın yaxşısı var. Amma sən bir şey deyim, bu niyə bəs əvvəllər yox idi? Keçmiş dövrlərdə də məsələn. Yox muydu? Mənim əvvəllərimdə var idi. 2000-lərdə də eyni şeydi. Hələ də eyni şeydi. Mədəniyyət formalaşır. Yox. Bax, dəyər var idi. O dəyər sanki aradan çıxır. Soyuqlaşırıq. İşte bu dəyəri də aradan qaldıran da böyüklərdir də. Heç kəsi pisləmir. Pisində gənclərində də var o pis şeyləri. Amma ya qocalarda da var da. Ya sən dövründə belə olub deyəndə də elə olmalı deyil. Yəni belə bir məcburiyyət yoxdur. Zaman dəyişir yəni. Biz inkişaf eləyirik. İnkişafa doğru ən azından gedirik, cəhd göstəririk. Amma mən belə inkişaf istəmirəm. Hətta belə inkişaf da olmaz olsun. Çünki TikToka girən xala və gözləyir ki, gənc ona yer versin. O da belə baxanda haqlıdır da, yəni verməmək. Hala. Yox. Gənc. Gəldim mənim dediyimə sonda. Amma biz bilmirik də onu. Bəlkə biz indi o yaşa çatanda bədənimiz məsəl üçün gücü olmayacaq da, o gücü olmayacaq ki, sən ayaq üstə gedə biləsən. O ayrı yer. Ona bir şey demirəm. Yəni gücü olmayan var, nə bilim uşaqlı olan var. Hə, dur mədəniyyət xatirinə bu otursun. Dura da bilərsən, durmaya da bilərsən. Öz fikrindir. Amma mədəniyyət xatirinə, hə, okey, bu ayrı bir şeydir. Amma eləsi var ki, maşallah da o nənə babanın gücü məndən daha yaxşıdır. Mən dayana bilmirəm. Ona görə mən oturacağam, sən dayanacaqsan. Bu belədir, yəni bu yeri sən almamısan. Adın yazılmayıb bu sireniyə. Mən durmaq məcburiyyətində deyiləm. Ya da ora sənin yerin deyil, sən oturmaq məcburiyyətində deyilsən. Hamı kimi sən də keç, dayan növbədə, sıramda. Gözlə. Bax, indi danışırsan, nə yadıma düşür? O vaxtlarda böyüklər söz deyəndə kiçiklər susardı. Məsəl üçün, böyük gələn yerə kiçik durardı. Amma indi böyük gəlir, kiçiyi gözləyir ki, nə vaxtsa duracaq, o əyləşəcək. Və əslində çox pis, mənə görə pisdir. Nə bilim, adamız biraz qəribinə gəlir ki, hə. Evet, belə düşünür, çünki o da qocalır artıq. Hə, yaş öz sözün deyil. Bir il otura bilməyəcək. İndidən özünü sığortalayır da. Mənim fikrimcə, dəyərlər aradan itir. Bir düşün də, məsəl üçün, sənin mənim valideynim bir metroya girir və yaxud da sənin mənim də qoyaq kənarada. Həmin yol verməyən adam öz valideyninə eyni münasibəti göstərsələr, o adama necə təsir edir? Məncə adamın vicdanı yoxdur ki, çox rahatlıqla da əyləşib də, yəni sərt də olsa deyəcəm. Məsələn, sən öz valideyninə elə bir münasibət olsa metroda və sənin valideynin ayaq üstə getsə, sənin münasibətin necə olar da belə bir mənzərəyə? Empati eləyək. Ya, mənim münasibətim yenə normaldır. Çünki dediyim kimi də, yəni o köhnə dövrdəki kimi deyil də. Bu dəqiqə gənclər keçən podkastda da danışdı ki, 2-3 işdə birdən işləyir də. Buradan çıx, ora, dalınca universitet falan. Çox yorğun olurlar. Və çox normaldır, onun da haqqıdır orada oturmaq. Məgər mənim münasibətim normaldır. Yəni, dursun da nə olacaq, mənim valideynim orada 5 dəqiqə yol ayaqsa durmaqdan bir şey olmayacaq ona. Okey. Yorğun ola bilərlər, bəs vicdan? O ayrı bir şeydir. Yəni vicdanı yoxsa olsa elə belə də qalxmayacaq. Yorğun oldu, olmadı, kefdən oturdu, oturmadı. Bilsən nədir maraqlı olan? Mən müşahidə eləmişəm. Gənc adam deyə qulağında qulaqçıq, mahnıya qulaq asası, özünü də yuxuluğa vurur da bu adam güya ki yatır. Amma əslində yatmır da. Sadəcə rastlaşdığı olduğu mənzərədən yayınmağa çalışır. Amma yaxşı bir şey deyildi o. Yəni nə qədər sən yorğun olsan da, sənin böyüyündür də. Sən durmalısan. Məncə, hə. Razılaşa bilmirəm məsələn mövzuda. Bəlkə də çox elələrini görüblər deyənə, artıq başlayıblar gənclər də özlərini o cür aparmağa da, yıxılıyor falan filan. Nəyi görüblər? Başının üstündə nənə dayanır, ki durmalı deyə, belə də olmalıdır.
Ya sən öz mədəniyyəti heç olmasa göstər, bir sakit dayan. Gözlə qarşındakı da dursun, sənə mədəniyyət göstərsin. Sən onun başın üstə dayanıb, sumkavi 2 dəqiqədən vurub, başın üstə deyinsən ki, gənclər buna bax, durmurlar, hara gedir bizim axırımız falan. Belə deyinsən, təbii ki, durmayacaq. Mən də bir başım üstə gəlib belə bir şeylər etsə, mən də durmayacağam. Deyəcəm, durmuram, otururam, kefimdən otururam. 1 saat da bu yolu gedəcəm. Sən düşməyincə mən düşməyəcəm maşırda. Bəlkə adam ağrıyır, yaşlıdır axı. İşte bax, bu da vardı. Bəlkə o gəncdə ağrıyır. Yəni, bu daxilini bilmirsən, orada nə proses gedir. Gənc hardasa özünü saxlaya bilər də, indi evinə çatana qədər. Olub ki, indi rastlaşırıq da, o qədər orta yaşlı adamlar ölür ki, metroda. Bir yaşlı nəsil, bəlkə bilsən, havasızlıqdandır, nədənsə, bu oturmaq istəyir də, bu yetim, belə deyəcəm. Havasızlıqsa otursa da havasızlıq olacaq. Ya, hardasa da adam ayaqsa gedir, təngi nəfəs olur. Başa hərəkət eləməsə də belə. Amma oturanda sanki Gəncinin bir xəstəliyi var. Qapalı yerlərdə qala bilmir, ayaq üstə durur, insanlar üstünə gəlir. Bəlkə onlar da ürəyə gedəcək. Bundan eyniyə. o heç də indi hardasa çıxarda bilərdi özünü, amma bu adam qara tunellə gedir də. Nə bilirsən çıxarda bilər. Bu da qara tunellə gedir. İkisi eyni yola getmir onsuz da. İkisinin eyni problemi var da. Bu qocadır deyənə, bu da nə olsun gənc, sadəcə xəstəliyi var da. İndi qocanın ömrü Ya 5 dəqiqə qabaq bura bilmədən 5 dəqiqə qabaq sudurqa keçirilirdi bəlkə. Ürəyə gedib dili qatdalanıb. Bir düzəlib minib metroya. Oturub közdə gəlsin, evinə gedir də. bütün gənclər olsun bir nəfər, iki nəfər qocaların də. hamısı elə deyil axı. Qocaların hamısı elə deyil. Məsələ budur da. Bir var bütün qocalar hamısı eyni vəziyyətdə olar. Bu ayrı bir şey. Hamı məcbur onsuz ayağa qalxacaq ki, hamınız bu vəziyyətdəsiz, hamınızın ürəyi gedəcək. Amma mən bir şey deyərdim, ölüm sürətləşir. Bilsən, hər kəsə dəyər vermək lazımdır da, fərqi yoxdur kimdir. Məsəl üçün, adam gəlirsə, oturmaq istəyirsə, illa ki, deyinməyini mi gözləyək ki, bu adam deyinsin başımızın üstündə? Bu işte tam insanlardan da olmur da. Bu da biraz belə aparsan heyvanlar tərəfə. Heyvana mərhəmət göstərməyən bir insandan sən qoca mərhəmət göstərməsini necə gözləyirsən? Yəni, xaricdə belə deyil də, heyvan minir metro ilə gedir. Küçə heyvanı bir hara gedir. Mama parası minir gedir də bir stansiyada yemək var da. Dostu ilə görüşəcək. Mən çox normalda qarşılayırlar. Yəni o heyvan durğuzmurlar ki, otursun biz ayaq üstə qalarıq. Heyvan da yorğunluq işdən sonra. Bizdə o belə yoxdur. Ya onu keçmə demirəm, okey, metroya girsə getsin falan. Ya küçədə öz üçün dayanan heyvan belə vurub keçirlər də. Fikir vermisənsə, mədəniyyət harda pozulur? Gözləmə mədəniyyətindən gedir söhbət. İnsanlar arasında sürət artımında da, məsəl üçün, bir metro gəlir, tutaq ki, adını qoyurlar 3 dəqiqə, amma metro gəlir 7 dəqiqədən sonra. Nə qədər gözləyir orada? Heç 1 dəqiqə də eləmir də. Normaldırmı insanların bir-birinin üstündən basıb keçməyi, minməyi? Sanki insanları sürətə örgəşdirirlər, öz sürətlərinə. Bilmirik hansı sürətdə o. İndi də avtobuslar o sistemlə gəlib. Məsəl üçün, çatırsan avtobusa, çata-çatda avtobus qapılarını bağlayır, gedir və gözləmir səni. Hə, amma kartsız dönəmdə avtobus məcbur idi səni gözləsin, çünki qəpik söhbəti var idi orada, qazanırdı. Amma indi elə deyil sistem. Yolun ortasına belə saxlayıb səni götürür deyə. İndi sistem elə deyil deyənə və bu məncə dünyada belədir. Adicə Instagramın özündə də kəşfiyyata düşmək istəyirsənsə 30 saniyədən yuxarı video çəkməməlisən. Sanki sürət qısıtlanır, o sürətə doğru mu çatmağa çalışırıq, bilmirəm nədir. Yəni, hamı ona görə tələsir. Minməyə tələsir, nə bilim, növbəni pozmağa tələsir, ölməyə tələsir. Tələsinlər ya, amma yəni mədəniyyətsizləşməsinlər, məsələ burasındadır. İnsanı aqressiv eləyən də odur da, bəs. Çünki bir metro gəldi, minə bilmədi, getdi, növbəti metronu da gözləyir, yorğun arğın. O da basa-basla gəlir. O interval məsələsi hələ də düzəlməyib metrolarda. Demişdilər ki, bəs qiymətlərdə artım olandan sonra narahat olmayın, hər şey əla olacaq, əla da olub eləmir. 7 dəqiqə biz hələ də metro gözləyirik. Bu nisbətən avtobuslarda daha yaxşıdır, amma bəzilərində, hamılarında yox. Bu marketlərdə də belədir. Tək nəqliyyatdan getmir də söhbət. Kassada da durursan, orada da bir növbə problemi yaşırsan. Kimsə gəlir sənin gəlbək tələs keçir ki, məndə bir dənə çörəkdir və yaxud da bir dənə sudur, bunu vurum keçim. Niyə? Sənədə qarşı hörmətsizlik olmasın deyə bayaqdan
Odla tüfənglə. Amma məsələn, orada da tamam okey, tələsirsən başa düşürəm. Burada da mədəniyyət yoxdur da. Yəni gəl deyirəm ki, olar mən bir Ay dənə bala, qabağa 30 saniyə. keçim də, yəni bir dənə budur. Bax bu cümləni qurmaq çox çətindir. Qızım, oğlum, olar mən qabağa keçim, bir dənə çörəkdir. Bunu demək çox çətindir. Yəni o qədər çətin deyil də, yəni sən bunu deməyib gəlib itələyib, bir dənə mən qabağa keçim, bir dənə də deyib qabağa keçsən, təbii ki, mən də sənə qarşı mədəniyyətsizləşəcəm. Tutub çəkəcəm arxaya, kara keçirsən, dayan uzun övrəndə. Seveşdim. Bu cümləni qurun. Eyvallah, keç qabağa. Mən sıranın arxasına keçirəm. Heç bir problem yoxdur. Amma Bəs deyirəm bunu da axı. qurmursunuz. Hər şey bax sürətə bağlıdır. Hamı sürətli hərəkət eləməyə O çalışır. cümlə sənin nə qədər vaxtını alır ki? Saniyə keçib bir salisə vaxtı alır. Məsələ orasındadır ki, onu düşünə bilmirdi adam. İşte demək ki, problem buradadır da onda. Nə Bilirsən nəyə görə? vaxtdadır, nə başqa bir şeydədir. Proqramlaşdırılmasında o proqramı qurur ki, Dedik ki, iynəni vuranda düzgün yerləş. bax, məsəl üçün də beynində nə qədər təxmini vaxt tutursan ki, marketə girəcəm, məsəl üçün tutaq ki 13:00-da, çıxacam 13:15-də. Oradan qocalıq, sən bunun beynində vaxtını tutursan. Hə. Yox, məsəl üçün bir yerə gedirsən, tutalım ki də tələsirsən, marketə də girməlisən. Və vaxt qurursan da marketə girib çıxmaq üçün özündə. Məsəl üçün tutaq 15 dəqiqə mənim var. Çöldən marketə baxa-baxa keçirəm də. Kassaya birbaşa baxa-baxa burada bu qədər adam var, sonra girəsi olmadım qabaqdakına. Görsən, girəsi olmadım qabaqdakına. Deməli nədir? Sirəm. Ay sağ ol. Amma girənlər var da marketə. Girənlər də var. O fikirləşmirlər artıq ki, o cümləni. Çünki beyin odaqlanır türklər demiş, çıxacağım vaxtda. Ona görə sənin gəlir tapdalayır, keçir, bir daha onu vurun, tez mən tələsirəm. Demək ki, qardaşım, bu sənin problemin. Bu sizin probleminizdir. Yəni biz böyüklərimizi hörmət eləyirik, amma onlar da bizə elədiyi təqdirdə, eləmədiyi təqdirdə eləməyəcəyik. Sayğı hak edənin. Səncə hörmət qalıb ki, indi? Yox, çox cüzi qalıbdır. Var, gördüklərim olur. Yəni özüm də eləyirəm də bunu çünki. Ayrıca bayaq sıranı deyirdin, tələsirlər falan, dayanmışam, görürəm, yoxdur, məndə bir səbət belə nəsə var, araba ilə falan, arxamda 2-3 nəfər dayanıbdı sırada, əllərinin bir-iki şeydir, otururam qabağa, deyirəm, keçin sizə tezdir, bir də mən boş-boşuna gözləməyin də bu qədər var. Tam boş-boşuna deyil, gözləməsən çünki bunu almaq istəyirsən. Amma yəni mənim vaxtım var da, dayanmışam yəni, sənə nə olacaq ki, 2 dəqiqə? Dediyim kimi, hər kəs bir yerə tələsir. Bu stres gətirir də insana. Qış gəlib, ona görə hava tez gəlir. Ay sağ ol, görsən. Buna görə tələsirik. Dünya da sürətli dönür. Ona görə hamı insan vaxtı udmaq istəyir. Amma niyəsə görə biz sosial şəbəkədə daha çox vaxt itiririk. Baxmayaraq ki, o daha sürətlidir. Sürətli deyə qısa-qısa tez-tez keçirik. Bir baxırıq, axşam saat 9, o... Bax, ona görə də videoların həcmində yendiriblər 30 saniyə ki... Azərbaycanda qadağa qoyun sosial şəbəkə. Məncə də, valla, nə ehtiyac var? gedir də yəni. Bütün blogerlər tökülüşür də, neyim? Sən necə, problem nədədir? Yəni, problem deyil də, məsələ nədədir? Okey, bu belədir. Hamınız bunun fərqindəsiniz, düzdür? Niyə da bunu eləməyə davam edirsiniz? Yəni, sən bunun olmasını istəmirsənsə, sən bunu özündə birinci dəyişdirəcəksən, sonra kimdəsə dəyişdirməyə çalışacaqsan. Mən bu mədəniyyəti istədiyimə görə mən bunu özümdə dəyişdirirəm də. Mən yol verirəm, mən keçirəm falan filan. Yəni, siz də belə olmasını istəyirsə, birinci özünüzdən dəyişin də, yəni. Özünüzü dəyişin, sonra başqaları da zaten sizə baxıb dəyişəcək. Əslində, bir fikirlə mən razı deyiləm. Sən burada heç bir fikirlə. Yox, söhbət səndən getmir. Deyirlər ki, bunu rayondan gələn insanlar belə elədi, pozdu. Məsəl üçün, Bakıda insanlar mədəniyyətli idi. Növbə mədəniyyəti əvvəllərdə. İndi Bakılılar yoxdur, azdır. Daha çox rayondan gəlmə insanlar bu mədəniyyəti gözləmirlər. Çünki rayon yerində elə bir şey olmadığına görə. Ona görə burada da düşünmürlər ki... Onlarda sıra yoxdur, amma onlarda mədəniyyət var da. Kimdə? O rayondan gələnlərdə. Sıra olmasa da mədəniyyət var da. Orada marketdə sıra yoxdur. Gəlirlər, qardaşım, bir dənə bunu, ay sən bura söhbət eləyə şirin-şirin, bağlayıb işlərini həll eləyirlər. Amma məsələ o deyil. Məsələ bilsən nədir? Kütlənin Bakıya axınıdır da. Bakıda adam çoxdur. Sən bir nəfərdən üzr istə, 2 nəfərdən üzr istə. Bilsən nə qədər adam var? Ona görə mədəniyyətsiz var. Hə, belə yaranır. Bilsən, iş yerləri köçürülməlidir. Bu bir mənalı olaraq belədir. Yəni oturmuşuq da oturduğumuz yer. Gəlin səmə şeydə canlı bağlantı eləyir. Sağ tərəfdə mən podkastı davam edir. Rayondan başlanımızlar. Ya əslində rayonda iş yerləri olsa
xəbər çıxmışdı qabağıma, Lənkəranda, hansı rayonda da insanlar evlərini tərk edib gediblər. Evləri talayanlar da olub, uçulub sökülənlər də, sökülən evlər də olub. Amma niyə görə olur o? İnsanlar belə deyək də, iş yoxdur orada. Nə olur nəticədə? İnsanlar Bakıya axın eləyir. Bakıda da insan çoxdur. Balaca bir şəhər, təsəvvür edin. Nə qədər əhalimiz vardı? 11 milyona yaxın əhalimiz var da bizim. 11 milyona yaxın əhalimiz var. Onun 10 milyonu Bakıdadır. Yəni sən dediyin kimi iş var deyənə buradadılar da. Başqa onların yerində oldu da onlar mı orada işləmədilər bura gəldi? Ay sağ ol, məsələ odur da. Yəni hərə öz yerinə keçsə, mədəniyyətimiz də düzələr. Mən elə fikirləşirəm. Yəni bu mədəniyyət deyəndə ümumi anlamda deyil də sıra mədəniyyətindən gedir, bir-birinə olan mədəniyyətdən gedir. Elə olsa da yenə o mədəniyyətsizlik olacaq da. Çünki yerlə bağlı bir şey deyil, axı burayla bağlı bir şeydir o. Ya sən daxili düzəltmədiyin təqdirdə hara gedirsən get, yenə mədəniyyətsizsən. Yəni bir-iki şeydə kimsə səni düzəldə bilər də. O da necə görəcəksən, məcbur götürəcəksən də. Belədir, mən də belə davam eləməliyəm. Amma yəni sadəcə elə davam eləyəcəksən bir yerə qədər, sonra yenə öz içindəkini göstərəcəksən, yenə mədəniyyətsizliyi çıxardacaqsan ortaya. Bu dəyişməyəcək zaten. Bir neçə ildə keçsə bu dəyişməyəcək yəni. Bəs niyə tələsirik biz? Və yaxud da hara tələsirik? İşə, evə. Bugün də tələsməyək dediydi. Deyərə tələsirik, axşam çəkərik. Yox, məsələ odur. Axşam soyuq gəldik, burada çəkirik. Məsələ odur ki, tələsdiyimiz yerə də gecikirik də. Yəni gedib ora vaxtında çatsaq da Çünki tələsirik deyə gecikirik də. Sən evdən çıxmalısan, 10 dəqiqə vaxtın var da. Tələsməsən rahat çıxacaqsan. Tələsirsə, ay bu burada qaldı, bunu yadımdan çıxartdım, bu orada falan. 10 dəqiqəni də keçib, 20 dəqiqə sonra evdən çıxa bilirsən. Sonra da insanları qınayırıq. Deməli, tələsən adam evdən çıxanda çox gərgin olur, əsəbi olur. Beynində min dənə fikir olur və ondan rastlaşan bir insanı rahat acılaya bilər də bu adam. Bir dənə səhv bir şey desin, bilmədən ha. O adamı bir linç eləyəcək də qoyacaq yerə. Və biz bunu şeydə gözləyirik. Metroda, avtobusda, insanın mədəniyyətli olmağını gözləyirik. Bax, mən indi haqq verirəm yaşlı adamlara. Bilmirik nə formada çıxıb da insan evindən. Düzdür, minir metroya və qışqırır ki, mənə yer ver. İnsan beynində əsəbidir başqa bir şeyə, sənə əsəbi deyil. Və sən də durub ona sərt cavab verəndə artıq bütün negativini sənin üstünə tökəcək. Sən bunu yaşlı qoca deyə niyə ayırt eləyirsən ki? Gənc də eyni şeyi eləyir. Bu da evdən elə çıxıbdır. Bəlkə evdən çıxanda başına 1000 dənə şey gəlibdir, o metroya düşənə qədər. İş yerindən müdürü yığır ki, davayda cəldə işə gəlməlisən, obyektlər açılmayıb, bu qədər cərimə. Gündə tutam ki, 20 manat işləyir, 20 manatı da getdi də onun cəriməsi gecikir deyənə. Bu da ona əsəbləşirdi. Aynən çəkil, bəs mən minim də bura, mənim vaqonumda, sən minmirsən, yol ver mənə. Bu indi oldu bu mədəniyyətsiz, qoca bunu deyəndə oldu mədəniyyət. Yaxşı, bəs biz niyə vaxtında yetişmirik? Yəni, o qədər mi rahatıq biz? Biraz rahatıq. Ona gəlin də çəkirik. Ay, sağ ol. Gözü rahatlıq var. Bir insan 8 saat işləməlidir. Neçə saat işləyirik? 12 saat işlədiyim yadımda deyir mənim. 12 saat. Və hələ də işləyənlər var. Davam eləyir bu, yəni mən çıxdım, camı qurtardım da, davam eləyir. Və məsəl üçün bir insan 12 saat işləyir, bütün günün getdi də bu adamın. Evinə gedib yatır, yuxusunu aldı və durub işə gedir. Sən yatanda da yuxudan biraz qənimət oğurlamaq istəyir. Bir 5 dəqiqədən sonra duraram, bir 10 dəqiqədən sonra da. Rahat yuxu ala bilərsən deyənə. Çünki yata bilməsən o beyninlə də işləyəməyəcəksən, axı bu da var. Əslində həftə sonları, məsələn 6-cı günə yarı iş günü kimi qeyd olunub da, amma buna əməl eləyən nə qədər şirkət var? Çox az var. 8 saat əməl eləmirlər, yarı iş günü əməl eləyəcəksən. Eləyirlər, sən də eləyəndə nə deyirlər? Az işlədin, yarım saat işlədin. Vaxtın yarısını işlədin, bu qədər ödəniş alacaqsan. Yəni, sən buna bu qədər verməli deyilsən axı. Yaxşı, bəs üstün işlədi də, tutaq ki, 8 saatı keçdisə, onun ödənişini kim eləyəcək? Biz bir ailəyik. Bəli, bu da görə. Və əslində, bax, bu da gətirir stresə çıxardır. Sonra müdiriyyət deyir ki, işçi niyə aqressivdir, olacaqdır. Yəni, sən bunu belə işlədirsənsə, maaşını düzgün vermirsənsə. Müdiriyyət üçün fərqi yoxdur. Məsəl üçün, bu gedəcək, başqası gələcək. Əvəz olunmaz, işçi yoxdur. Bunu da deyirlərsə, elə saxlayırlar iş yerində. Əslində var, bilirsən də. Sonra həmin adamı təzədən axtarırlar ki, sən bizə lazımlı şəxssən. Təbii ki. Bu, böyük bir stresi gətirir, çıxardır bir insan üçün. Amma Çinlilər bunun yolunu tapıblar.
Nədir o yol? Verin. Verin Müjganın soskasını. Bəli, bax. Yolu budur. Hə. Əziz dəyərli Bilmirəm, izləyicilərimiz. məzələnmək üçün mi deyiblər? Bir Çin... Yolun size göstereceğim. Yani bu məlumatlarından istifadə etməyim. Gəl indi, bax. Bir şey deyək də, bunu yerə atmayaq, yanımıza Bəli, qoyaq. yerdə zibilləmirik. Deməli, deyir ki, Çinlilərdə də o, deyir ki, məsəl üçün, soska neyi azaldır? Stresi azaldır. Sədmə verdiyin üzüydən daha veriyor. Bayaqdan da bax gərginsin, sonra görüm stresini azaldır mı? Hələ yeri bunu əlimə götürmək də, bax stres valla getdi deyib gülürəm. Bu da uşaqlar, daha rahat olmamızı, metroya minəndə bundan bilək. Bir bu yoxlayaq, mənə də maraqlıdır. Növbəti podkastı. Çox tərbiyəsiz olur. Amma şirindir dadı. İndi Çinlilər bunun konfet versiyasını ne yoxsa realını? Yox, realını biz konfet soğururuq. Amma Şəkər bədənəsi. Çinlilərdə məsəl üçün böyüklər üçün soska icad olunub. Soskadan istifadə edərək, belə deyək də, negativ enerjidən uzaq olurlar, stressdən uzaq olurlar deyilənə görə. Gərək bunu səhərə kimi soğudur. Çində görəsən, məsəl üçün də, görmüsən bir insanın soska sonra böyük Bir şirkətin sahibi də çıxır paltarıyla. Evet. Pencənin zadını düymələyir. Bizdə çıxıb şeylər tütün. Bunlar çıxdı düymələdi, çıxartdı. Sən nə var istəyirsən? Artıq soskadan. Sigaret əvəzinə. Artıq soskadan. Bəlkə- Soska. Çində belə buğu burma kişiləri görsəz ki, soska soğuran, təəccüblənməyin, onlar da artıq normaldır. Səncə Növbəti bizdə podkastda da belə davam eləyək. soska ilə stressdən uzaq olaq. Sağlam yaşayın. Burada sizin reklamınız olabilir.